tələbələr, bugün sizlərlə analogiya mövzusunu izah edəcəyik. Deməli, ilk sual. Ananas meyvədir, zəlzələ isə təbii ki, fəlakətdir. Növbəti sualımız ikinci sual. İstedad və talant yaxın mənalı sözlərdir. Uğur və müvəffəqiyyət yaxın mənalı sözlərdir. Çətin və qəlis. Bunlar da yaxın mənalı sözlərdir. Möhkəm və sərt yaxın mənalı sözlərdir. Qıtlıq və bolluq. Bir-birinə əks mənalı sözlərdir. Qıtlıq azlığı, bolluq isə çoxluğu bildirir. Qorxaqlıq və qorxaqlığın əksi təbii ki, nə olacaq? Cəsurluq. Növbəti suala keçirik. Növbəti sualımız 5-ci sual. Dediyimiz kimi trapesiya fiqurdur. Maye isə maddənin halıdır. Maddənin bir çox halları var. Qaz halı var, bərk halı var, maye halı var. Yəni bunları nəzərə almalıyıq. 6-cı sual. Dərzi parçadan istifadə edir geyim hazırlayarkən əsas material kimi. Rəssam isə əsas olaraq nədən istifadə edir? Təbii ki, boyadan istifadə edir. Burada fırça fikirləşənlər də var, amma bu alət rol oynayır. Yəni dərzinin iynəsi necə alət olduğu kimi, rəssamın da fırçası alət. Amma əsas material, parça və boya daha uyğun gəlir. Növbəti suala keçirik. Növbəti sualımız 7-ci sual. Deməli, bəstəkar musiqini bəstələyir, yazıcı isə povesti yazır. 8-ci sualdan. Mətbəxdə xörək hazırlanır, sexdə isə mebel hazırlanır. Maddə molekullardan təşkil olunur, düz xətt isə biraz riyazi qaydadır, bu nöqtələrdən təşkil olunur. Cavab olur A variantı. Bildiyimiz kimi ədədlər rəqəmlərdən təşkil olunur. Rəqəmlər hansı ki 0-dan 9-a qədər olanlardır, ədədlər isə müsbət sonsuzluğa qədər olanlar. Yəni ədədlərin hər biri rəqəmlərdən təşkil olunur. Cümlə isə sözlərdən təşkil olunur. 0 natural ədəd deyil. Bunu bilməliyik. 0 natural ədəd deyil. 1 isə hansı ədəd deyil? 1 də sadə ədəd deyil təbii ki. 1 nə sadədir, nə də mürəkkəb. Rəssam rəsm çəkərkən alət olaraq fırçadan istifadə edir. Dülgər isə öz işini görərkən alət olaraq rəndədən istifadə edir təbii ki. Neftin deformasiyası nəticəsində benzin yaranır. Ağacın deformasiyası nəticəsində kağız yaranır. Yəni dəyişilməsi nəticəsində. Növbəti sualımız 14-cü sual. Göyərçin quşlar sinifinə daxildir. Balina isə məməllər sinifinə daxildir. Bu biologiyada istisna qaydalardan biridir. Şair öz sənətini icra edərkən sözlərdən istifadə edir. Bənna isə öz işini görərkən təbii ki, daşlardan istifadə edir. Binadan istifadə eləməz, rəndədən istifadə eləməz, evdən və yaxud da mebeldən istifadə eləməz. Təbii ki, daşlardan istifadə edəcək. Çinar və söyüd ikisi də ağacdır. Kivi və toyuq. İkisi də quşdur. Kivi həm quş növüdür, həm də meyvə növü. Cavab olur A. Kivi ilə toyuq hər ikisi quşdur. Burada təbii ki, meyvə adları da ola bilərdi, quş adları da ola bilərdi. Onun heç bir fərqi yoxdur. Sual 17. Kvadratın fəza versiyasına kub deyilir. Dördbucaqlının fəza versiyasına paralelipiped deyilir. İnsan nəfəs alarkən ağciyarlarından istifadə edir. Balıqlar nəfəs alarkən qəlsələmələrindən istifadə edir.
Kirpi özünü tikanları vasitəsilə qoruyur, ayı isə özünü pəncəsi vasitəsilə qoruyur. Palto soyuqdan qorunmaq üçün geyinilən geyimdir. İmmunitet isə xəstəlikdən qorunmaq üçün istifadə olunan bir termindir. Yəni, insan immunitetini artırmalıdır ki, xəstəlikdən qoruna bilsin. Növbəti sualımız deməli 21-ci sual. Ürək insan bədənində qan damar sistemini idarə edir, ağciyər isə tənəffüs sistemini idarə edir. Bənna divarı daşlar vasitəsilə tikir, bəstəkar isə sözlər vasitəsilə musiqi bəstələyir. İnsan sevinərkən, həddindən artıq çox sevinərkən göz yaşı tökə bilər. Kədərdən də əmələ gələcək bir şey fikirləşməliyəm burada. Təbii ki, o da göz yaşı olacaq. Yəni, bunu biz əks mənalı götürmürük. Çünki sevincdən həqiqətən də göz yaşı əmələ gələ bilər. Hansı ki, kədərdən də burada ancaq göz yaşı əmələ gələ bilər. 24-cü sual. Unun su ilə qarışmasından xəmir yaranır, torpağın su ilə qarışmasından təbii ki, palçıq yaranır. Avesta atəşpərəstliyin kitabıdır, Tövrat isə iudaizmin kitabıdır. Burada İslamın kitabı Qurani Kərim, Xristianlığın İncil, Buddizmin Veda. Avtomobili idarə edən əsas qurğu motordur, kompüteri idarə edən əsas qurğu isə onun prosesorudur. Yəni, mərkəz rolunu oynayır. Yay fəsildir. Amerika isə burada qitə olaraq gedəcək. Niyə? Çünki Birləşmiş Amerika Ştatları olsaydı ölkə olardı. Cənubi Amerika və yaxud da Şimali Amerika olsaydı isə materik olardı. Burada tək Amerika yazdığı üçün cavab qitədir. Növbəti sualımız 28-ci sual. Termometr temperaturu ölçmək üçün istifadə olunur. Ampermetr isə cərəyan şiddətini ölçmək üçün istifadə olunur. Burada işıq və yaxud da elektrik enerjisi düzgün deyil. O, cərəyan şiddətini ölçən cihazdır. Oğlaq keçinin balasına deyilir. Buzov isə inəyin balasına deyilir. Mango meyvə növüdür. Neon isə təbii ki, qaz növüdür. Neon qazı. İslama ibadət məsciddə həyata keçirilir. Buddizmə ibadət pagodada həyata keçirilir. Cavab olur D. Sinagog yəhudilərdədir, kilsə xristianlardadır. Sərdabə ilə katakomba lap qədim dövrə aiddir. Dinamometr qüvvəni ölçür, barometr isə atmosfer təzyiqini ölçən cihaza deyilir. 33. Biosfer bitki tərkibini öyrənən elmdir. Hidrosfer isə su tərkibini öyrənir. Dənizdəki yosunlar sanki qalaktikadakı nələrə uyğun gələr? Təbii ki, planetlərə uyğun gələr. Çünki dənizdə yosunlar müəyyən qədər çoxdur. Həmçinin qalaktikada da bir o qədər çox planet mövcuddur. Növbəti sualımız 35-ci sual. Qalibiyyətdən sevinc hissi əmələ gəlir insanda. Sədaqətdən isə etibar yaranar həmişə insanda. Kimsə sədaqətli olanda onda digərinə qarşı etibar hissi yaranır. Amma qalibiyyət həmişə insanda sevinc hissi yaradır. 36-cı sual. Saynik və sımavarda biz suyu qaynadırıq. Qazan və tavada isə biz yeməyi pişiririk. Baykal göldür, Xuanxe çaydır. Altı rəqəmdir,
Helium isə qazdır. Quş havada qanadları ilə hərəkət eləyir. Balıq isə suda üzgəcləri ilə hərəkət eləyir. Kvadratın fəza versiyasına, yenə deyirəm, kub deyilir. Dairənin fəza versiyasına kürə deyilir. Getmək. Biz yolu gedirik və getdiyimiz yol metr ilə ölçülür. Biz nə isə qaldırırıq və qaldırdığımız ağırlıq kiloqramla ölçülür. İnsanlar qulağına sırğa taxar, barmağına isə nə taxar? Təbii ki, üzük. Şimal və cənub bir-birinin əksi istiqamətlərdir. Rütubətlinin əksi təbii ki, qurudur. Rütubətli yaş deməkdir, quru isə tamam onun əksidir. Aktivliyin əksinə passivlik, normanın əksinə isə patologiya uyğun gəlir. Nisbilik nəzəriyyəsi Einstein tərəfindən irəli sürülmüşdür. Təkamül nəzəriyyəsi isə Darwin tərəfindən irəli sürülmüşdür. İnsanın meymundan insana doğru təkamül etməsi nəzəriyyəsi hansı ki? Qəzəl nəzm formasında yazılan ədəbi bir janrdır. Yəni, nəzm formasında yazılır. Nəzm, yəni bildiyimiz şeir formasında. Povest isə nəsr formasında yazılan. Arı öz neştərindən istifadə edir, yəni öz iynəsindən istifadə edir, öz zəhərini insana keçirdəndə. İlan isə təbii ki, nəyindən istifadə edir? Dişindən istifadə edir. Riyaziyyat bir elmdir. Burada da hansı nəşirdir? Təbii ki, jurnal nəşirdir. Hüceyrənin mərkəzində olan mərkəzi hissəsinə nüvə deyilir. Gözün mərkəzi hissəsinə isə göz bəbəyi deyilir. Stol bir əşyadır. Balıq isə ümumi adı ilə bir heyvandır. Yemiş kürə formasında olur, boru isə silindir formasında olur təbii ki. Zoologiya heyvanlar haqqında elmdir. Kinologiya isə itlər haqqında elmdir. İnsanlar televizordan izləmək üçün istifadə edir. Telefonla isə nə üçün istifadə edir? Təbii ki, danışmaq üçün istifadə edirlər. Yallı bir rəqs növüdür. Qəzəl isə bir şeir növüdür. Proloq romanın başlanğıcında verilən qısa mətnə deyilir. Yəni, romanın girişi. Operanın girişinə isə uvertura deyilir. Çinar və söyüd yenə ikisi də ağacdır. Şkafla masa ikisi də nədir? Mebeldir. Elektrik cərəyanı kabellər vasitəsilə ötürülür. Su isə nə vasitəsilə ötürülür? Təbii ki, borular vasitəsilə. Cinayət cəzalandırılır. Zəhmət isə nə olur? Cinayətin cəzası olur, zəhmətin isə nəyi olur? Təbii ki, bəhrəsi. Ada
dənizin ortasındakı açıq, yəni açıq quru sahəsinə deyilir. Vahə isə harda olur? Səhranın ortasındakı otluq sahəyə deyilir. Yəni ada suyun ortasındakı quru sahədir. Belə deyim, vahə isə səhranın ortasındakı otluq sahədir. Otluq, sulu sahə. Mərmi oxun inkişaf etmiş versiyasıdır. Yəni yeni, müasir versiyasıdır. Maqnitofon isə qrammofonun inkişaf etmiş versiyasıdır. İnsan cəmiyyəti olur, at ilxısı olur. At ilxısı. Ətirlər haqqında elmə aromaterapiya deyilir. Bitkilər haqqında isə fitoterapiya. Təhlükə olanda insanda qorxu hissi yaranır. Bəs inamsızlıq nə zaman yaranır? Təbii ki, aldanma olanda. Bir insan əgər bir dəfə aldatmısan da, artıq onda sənə qarşı inamsızlıq hissi yaranacaq. Bir insan ilk dəfə təhlükəyə düşəndə, onda ilk dəfə qorxu hissi yaranır. Diskussiya və müzakirə bir-birinə yaxın mənalı sözlərdir. Böhtan və iftira bir-birinə yaxın mənalı sözlərdir. Qaçmaq və dayanmaq bir-birinin əksi şeylərdir. Qaçdın və dayandın. Qışqırmaq və susmaq bir-birinin əksi mənaları verən sözlərdir. Fərziyyə insanlar tərəfindən təsdiq olunur, hipoteza isə sübut olunur. Qatar dəmir yolunun üzərində hərəkət eləyir. Gəmi nəyin üzərində hərəkət eləyir? Təbii ki, suyun üzərində hərəkət eləyir. Neon qazdır. Ekvador ölkədir. Ekvador ölkədir. Biri var ekvator, biri var ekvador. Metal qızıl. Qızıl metaldır. Maye nədir? Qızıl metaldır. Bunlardan hansı mayedir? Təbii ki, benzin. Benzin mayedir. Qızıl metal halında olur. Benzin isə maye halında olur. Sual 70. Ürək insan bədənində nasos funksiyası oynayır və qan pompalayır. Bütün bədənə qan pompalayır. Beyin isə təbii ki, mərkəzi stansiyadır və insanı idarə eləyir. İradə, ağıl, hamısı onun vasitəsilə idarə olunur. Şücaət və qəhrəmanlıq bir-birinə yaxın sözlərdir. Səxavət və səxavətli insan, əlaçıqlılıq bir-birinə yaxın sözlərdir. Növbəti sualımız 72-ci sual. Robot bildiyimiz kimi proqram vasitəsilə hərəkət edir. Heyvanlar isə nə ilə hərəkət edir? İnstinktləri ilə, yəni öz hissləri ilə. Bu sualda deməli, qəzet mətbuatın bir növüdür. Futbol isə nəyin bir növüdür? Təbii ki, idmanın bir növüdür. Mətbuatın bir növü. Mətbuatın müxtəlif növləri olur. Məsələn, televiziya, o da mətbuatdır. Ondan sonra xəbərlər, o da mətbuatdır. Yəni, mətbuatın bir çox növü ola bilər. Botanika bitkiləri öyrənir. İpologiya isə atları öyrənən elmdir. Dövləti prezident idarə eləyir. Hökuməti isə baş nazir idarə eləyir. Bunu da bilməliyik əslində. Çox vaxt burada parlament götürürlər. Bu da cavab baş nazirdir.
Kanoe qayıq növüdür. Sürvə isə bitki növüdür. Növbəti sualımız 77-ci sual. Fizikada müəyyən qanunlar var, riyaziyyatda isə müəyyən teoremlər var ki, biz onlara əməl eləməliyik. Üzüm giləmeyvədir, Arial isə şriftdir, Arial şrifti. İtalyan var, italik var, Arial var, Bold var, bunlar şriftlərdir. Feili təsnif etmək olur, yəni təsnifləndirmək. İsmi isə nə etmək olur? Hallandırmaq olur təbii ki, ismin halları. 100 kiloqram 1 sentinerə bərabərdir. 100 millimetr. Bəs burada hansına bərabərdir? Təbii ki, 100 millimetr burada desimetrə bərabərdir. Bir də 100 millimetr 10 santimetrdir. 10 santimetrim də 1 desimetrdir. Zərgər öz işçiliyini ortaya qoyanda qızıldan istifadə edir. Yəni qızılla düzəldir öz düzəltdiyi əşyaları. Duluzçu isə nədən düzəldir? Təbii ki, gildən. Yupiter planetdir. Biz bunu bilirik. Günəş isə nədir? Günəş ulduzdur. Ulduz. Ən böyük ulduz Günəşdir. Etika insanda mədəniyyəti göstərir. Estetika isə insanda nəyi göstərir? Təbii ki, gözəlliyini göstərir insan. Binalar memarlar tərəfindən düzəldilir. Memarlar tərəfindən hazırlanır onların proyekti. Xoreoqraf isə nəyi hazırlayır? Təbii ki, rəqs. Xoreoqraf rəqsi hazırlayır. Bənna öz içində daşlardan istifadə edir. Çilingər isə öz içində təbii ki, dəmirdən istifadə edir. İbtidai icmadan insanlar quldarlıq dövrünə keçid elədi. Feodalizmdən isə nəyə keçid eləyirlər? Təbii ki, kapitalizmə keçid eləyirlər. Həcmin tapılmasında mən sahəni bilməliyəm. Həcmin tapılması üçün sahəyə ehtiyacım var. Bəs nəyin tapılması üçün uzunluğa ehtiyacım var? Təbii ki, sahənin tapılması üçün də uzunluğa ehtiyacım var. Toplanan cəm. Vuruq, hasil təbii ki. Növbəti sualımız 89. Ada insanlar tərəfindən kəşf olunur. Bəs ixtira olunan nə ola bilər burada? Təbii ki, ixtira olunan telefondur. Telefon olmayıb, sonradan yaradılan bir şeydir. Amma od məsələn olub, sonradan kəşf olunub. Cazibə qanunu da həmişə olub, sadəcə kəşf edilibdir. Atın daha sürətli və mexaniki versiyasına maşın deyilir. Yəni, daha güclü, daha müasir versiyasına maşın deyilir. Lampa nəyin daha güclü versiyasıdır? Təbii ki, lampa şamın daha güclü versiyasıdır. İkisi də işıqlandırma rol oynayır, amma lampa daha yaxşıdır. Deməli, baxaq 91-ci suala. Zərf cümlədə zərflik rol oynayır, feil isə cümlədə çox vaxt xəbər rol oynayır. Zambaq gül növüdür. Kapitalistlər isə nədir? Kapitalistlər sinifdir. Yəni, bu qədim dövrlərdə də olubdur. Kapitalistlər sinifi, yəni üst təbəqə, daha yuxarı sinifdə deyilirdi bunlara. Bədbin insana pessimist deyilir. Pessimist yəni bədbin, pis fikirlərdə olan insana deyilir. Xəyalpərəst insana isə utopist deyilir. Bəzən bu termin kimi də işlənilir. Yəni, utopik aləmdə yaşama, utopiyadan çıx kimi terminlər istifadə olunur. Kar musiqini eşidə bilmir, kör isə rəsmi görə bilmir. Biz kütləni kiloqram vasitəsilə ölçürük.
Həcmi isə nə vasitəsilə ölçürük? Təbii ki, litr vasitəsilə ölçürük. Yəni tutum, həcm tutum. Yəni bir şeyin, bir qabın nə qədər tutduğunu biz litr vasitəsilə ölçə bilərik. İnsanlar məktəbdə təhsil almaq üçün gedirlər. Xəstəxanaya isə nə almaq üçün gedirlər? Təbii ki, müalicə almaq üçün gedirlər. Vulkan lava püskürdür. Geyzer isə nə püskürdür? Geyzer isti su püskürdür. D variantı. Düzbucaqlı bir müstəvi fiqurudur. Bəs burada fəza fiquru olan hansıdır? Təbii ki, piramida bir fəza fiqurudur. Dəri insanlarda lamisə hissini həyata keçirir. Yəni hiss etmə. Biz nəyəsə toxunuruq və hiss edirik. Burun isə nəyi həyata keçirir? İy bilmə. Universitet rektor tərəfindən idarə olunur. Dərnək isə nə tərəfindən idarə olunur? Təbii ki, rəhbər tərəfindən idarə olunur. Rəhbərlər tərəfindən idarə olunur. Məsələn, direktor məktəbi idarə eləyir, rəis bölməni idarə eləyir. Yəni, bunları bilmək lazımdır. 101-ci sual. Şərq və qərb bir-birinin əksini bildirən sözlərdir. Bu da isti, ilıq, yaxındır, ağıllı, tənbəl, ümumiyyətlə bunlar arasında əlaqə yoxdur. Güclü, qüvvətli, bu da yaxındır. Cəld və ləng bir-birinin əksidir. Təbii ki, olacaq D variantı. Xeyir və şər bir-birinin əksini bildirən sözlərdir. Biz də bir-birinin əksini götürməliyik. Soruşmaq, öyrənmək, saniyə, dəqiqə, saat, zaman, indi, sonra. Təbii ki, eniş və çıxış bir-birinin əksidir. İndi və sonra yox, əvvəl və sonra olsaydı götürə bilərdim bu variantı. Növbəti sualımız 103-cü sual. Qalxan qorunmaq üçün istifadə olunur. Kitab daşımaq üçün istifadə olunmur. Təhsil məktəb üçün istifadə olunmur. Kran qaldırmaq üçün istifadə oluna bilər, amma sözlərin yeri dəyişik olmalıdır. Qələm yazmaq üçün istifadə olunur. Bəli, D variantı düzgün variant. Üzümün qurudulmuşuna kişmiş deyilir. Çörəyin qurudulmuşuna suxari deyilir. Şimal və cənub bir-birinin əksini bildirən sözlərdir. Burada təbii ki, bir-birinin əksini, daha çox bir-birinə əks olan yəni fəsillər hansı olacaq? Təbii ki, qış və yay. Qış soyuqdur, yay istidir. Növbəti sualımız 106-cı sual. Meyvənin tam yetişməmişinə, tam formalaşmamışına biz kal deyirik. İşçinin isə təcrübəsizinə, işçi isə təcrübəsiz olur da. Yəni, işçinin tam yetişməmişinə, tam formalaşmamışına biz təcrübəsiz deyirik. Bir var təcrübəli işçi, bir də var təcrübəsiz işçi. Barmağın tərkibində dırnaq olur. Yəni, barmağın ucunda dırnaq olur. Onlar bir-birinə bitişik olur. Damağın da tərkibində bəli, diş olur. A variantı düzgündür. Məsələn, burada başda saç olur deyə tərsinədir. Saçla başın yeri dəyişməlidir. Ona görə B variantını götürmürük. Sual 108. Ağacın əsas hissəsini onun kökü təşkil edir. Yəni, köksüz ağac fikirləşmək olmaz. İynəsiz sap təbii ki, ola bilər. Əlin dırnağı olmasa da olar. Başda saç olmasa da olar. Amma məsələn, binanın bünövrəsi mütləq şəkildə olmalıdır. Həmçinin bu ikisi bir-birinə daha yaxınlıq təşkil edir. Ağacın kökü, binanın bünövrəsi. Yüzü 100-ə vuranda 10.000 eləyir. Bəs bunlardan 1/10-dir gördüyünüz kimi hamısı. 1/10-i 100-ə vuranda nə eləyir? 1/10-i 100-ə vuranda təbii ki, nə eləyir? 10. Cavabım olur A variantı.
Balıqçı tor vasitəsilə balıq tutur. Yəni balıqçının toru olur, o balıq tutur. Silahın əsgəri olmur, əsgərin silahı olur. Qoşun sərkərdə ikisi də eyni sözlərdir, eyni mənalı sözlərdir. Təqlidçi aktyor, aktyorun təqlidçisi. Yəni silahın əsgəri necə burada əkssə, burada da yerlər dəyişməlidir. Aktyor təqlidçidən istifadə edir. Qəssab baltadan istifadə edir. Bəli, bax bunun yeri düzdür. Balıqçı tordan istifadə edir, qəssab baltadan. 11-ci sual. Gerb bizim rəmzimizdir. Dövlət rəmzidir. Himn bayraq deyil. Vəkil hüquqşünasdır. Bəli. Qanun uşaqlar konstitusiya deyil. Konstitusiya qanunun tərkibindədir. Yəni bu da əks olmalıdır. Və yaxud qarağat gilə meyvədir. Yenə əksinədir, istiqamət. Bizdə soldan sağa doğrudur. Sot hektardan kiçik bir anlayışdır. Yəni sot hektarın içərisinə daxil. Metr sahədən böyük bir anlayış deyil. Perimetr santimetrdən böyük bir anlayış deyil. Yəni bunların yeri dəyişsəydi daha düzgün olardı. Hektar daha böyükdür sotdan. Kvadrat santimetr, kvadrat metr. Bəli, kvadrat metr kvadrat santimetrdən böyükdür. Əlbəttə ki. Kvadrat metr sot, xeyr, kvadrat metr sot nə əlaqə? Kiloqram ton. Kiloqram ton, amma sentiner ton olsaydı daha düzgün olardı. Yəni sotdan sonra hektar gəlir birbaşa. Amma məsələn kiloqramdan sonra sentiner, sentinerdən sonra ton gəlir. Kvadrat santimetrdən sonra kvadrat metr gəlir. Byte, kilobayt. Təbii ki, kilobayt baytdan böyükdür. Bit də, bayt da bitdən böyükdür. 8 bit 1 baytdır. 1024 bayt 1 kilobaytdır. Tutum, həcm. Bunlar əslində bir-birinin yaxın mənalı sözlərdir. Hansı ki, bir vedrənin tutumu, bir vedranın həcmi, bunlar yaxın sözlərdir. Təbii ki, burada yaxın sözlər nə olacaq? Yəni, uzunluq və məsafə təbii ki. Uzunluq və məsafə. Bir-birinin yaxın mənalı sözləri. Kamera kinooperator tərəfindən istifadə olunan əlatdır. Rəssam studiyadan istifadə eləmir, lehimçi qurğuşundan istifadə, rəssam fırçadan istifadə edir. Bəli, bu daha düzgündür. Qəssab ət yerinə balta. Burada alət olmalıdır. Əsas alət. Kinooperator kameradan istifadə edir. Yer olaraq yox, alət olaraq. Məsələn, studiya yerdir. Qurğuşun xeyr, bu uyğun deyil. Ümumiyyətlə, rəssam fırçadan istifadə edir. Bəli. Memarlıq ev. Bu da ümumiyyətlə uyğun bir cütlük deyil. Radio bir cihazdır. Rəng qırmızı deyil, qırmızı rəngdir, tərsinə. Kələm bostan deyil və yaxud da bostan kələm deyil. Elm riyaziyyat deyil, riyaziyyat elmdir. Top bol deyil təbii ki. Amma milçək həşarat. Bəli, E variantı doğrudur. Peru ölkədir. Avrasiya qitə. Yaponiya materik. Təbii ki, deyil. Yaponiya ölkədir. Hərbiçi generaldır. Xeyr, deyənmərik hərbiçi generaldır. General hərbiçidir. Tərsinə. Həşarat qarışqadır deyənmərik. Qarışqa həşaratdır deyə bilərik. Çörək ərzaqdır. Bəli, Y variantı daha uyğundur. 118-ci sual. Onkoloq həkimdir, aktyor jurnalistdir deyənmərik. Magistr dosentdir deyənmərik. Heyvan bakteriyadır deyənmərik. Şair müğənnidir deyənmərik, amma benzin yanacaqdır deyə bilərik.
Asqarit bir parazit növüdür. Palto bəli bir geyim növüdür. A variantı. Sərsə quş növüdür. Burada yer dəyişikdir. İflis xəstəlikdir. Burada da yer dəyişikdir. Asqarit xəstəlikdir. Burada da yer dəyişikdir. Qarışqa ziyanvericidir. Burada da yer dəyişikdir. Palto geyimdir. Əksinə olmalıydı istiqamət. Sual 120. Duluzçu öz işini görərkən gildən istifadə eləyir. Dərzi düymədən istifadə eləmir təbii ki. Aşpaz qazandan istifadə edə bilər. Müəllim tabaşirdən istifadə edə bilər. Memar kərpicdən istifadə eləmir. Amma burada ən uyğun gələn nədir? Təbii ki, dülgər taxtadan istifadə edir. Yəni burada əsas material kimi götürürük biz. Məsələn, aşpazın əsas materialı nədir? Ərzaq. Müəllimin əsas materialı nədir? Təbii ki, onun biliyi. Təbaşir sadəcə burada nədir? Bir alət rol oynayır. Televizorun monitoru var. Tossoranın cihazı var deyə bilmərik. 5-in rəqəmi var deyə bilmərik. Kinonun kinoteatrı var deyə bilmərik. Əqrəbin saatı var deyə bilmərik. Saatın əqrəbi var deyə bilərdik amma. Bəli, quşun qanadı var. Y variantı düzgündür. 122-ci sual. Uzunluq metrlə ölçülür. Uzunluq metrlə ölçülür. Biz uzunluğu metrlə ölçürük. Zaman saatla ölçülür deməyimiz, yəni ola bilər. Zaman saatla ölçülür. Vaxt zamanla ölçülür. Vaxtla zaman əslində bir-birinə yaxın sözlərdir. Tutumla həcm də bir-birinə yaxındır. Ağırlıq kiloqramla ölçülür. Bu da düzgün deyil. Enlə uzunluqla bir-birindən əlaqəli deyil. Bəli, zaman saatla ölçülür. Növbəti sualımız 123-cü sual. Modelyer geyimi hazırlayan şəxsə deyilir. Hərbiçi general uyğun deyil. Model podium uyğun deyil. Aktyor teatrı hazırlamır. Klon sirki hazırlamır. Bəstəkar musiqini bəstələyən şəxsə deyil. Bəli, modelyer geyimi hazırlayır. Bəstəkar isə musiqini bəstələyir. Növbəti sualımız 124-cü sual. Deməli, bu sualda tramvay relsin üzərində gedir. At ayaqlarının üzərində gedir. Niyə dırnağının üzərində getsin? Avtobus mühərrikin üstündə getmir, yolun üzərində gedir. Maşın təkərinin üzərində gedir. Xeyr, yolun üzərində gedir. Gəmi suyun üzərində gedir. Bəli, bu düzgündür. Təyyarə isə havada gedir. Ne deyirəm, bu torpağın və yaxud da yolun üzərində gedir maşın. At yolun üzərində gedir. Bunları bu şəkildə götürməliyik. Cümlə sözlərin birləşməsindən yaranır. Təmsil nəsihətlərin birləşməsindən yaranmır. Musiqi yerlərin birləşməsindən yaranmır. Telefon teleqramların birləşməsindən yaranmır. Amma bina mərtəbələrin birləşməsindən yaranır. Bəli. Nil çaydır. Tərəvəz pomidor deyil. Pomidor tərəvəzdir. Melanxolik temperament. Bəli, ola bilər. Heyvan şirdir, yox, şir heyvandır. Timsah balıqdır, deyə bilmərik. Santimetr metrdir, deyə bilmərik. Melanxolik temperamentdir. Yəni insan tipi. Çörəyin qırıntısı olur, yəni çörəyin balaca-balaca qırılmasına ona qırıntı deyirik. Təbii ki, taxtanın da yonqarı. Biz apilka deyirik, təbii ki, amma yonqar da ola bilər. Meyvənin qaxı olur, yəni meyvənin qurudulmuşuna qax deyilir. Üzümün də qurudulmuşuna elə kişmiş deyilir. A variantı elə uyğundur. Meyvənin qurudulmuşu qaxdır, üzümün qurudulmuşu kişmişdir. Hitler Almaniyanın kansleri olub. Çingiz xan Monqolistan, İskəndər Makedoniya, Napolyon Fransa. Bəli, 3 dənə Napolyon var, 3-ü də Fransadadır. Attila Hunlar, Sezar isə Roma təbii ki.
Fizika bir elm sahəsidir. Botanika bitkiləri öyrənən elmdir. Amma botanika nədir? O da bir elmdir. Heyvan zoologiya demək olmaz. Meyvə alma deyə bilmərik. Fizika elmdir. Meyvə almadır. Xeyr, alma meyvədir. Negroid irqdir. Bəli, negroid irqdir. Ölkə Kolumbiyadır. Yox, Kolumbiya ölkədir. Kalkulyator hesablamaq üçün istifadə olunur. Oyuncaq sındırmaq üçün istifadə olunur. Xeyr, biz deşmək üçün istifadə olunur. Bu tərsinədir. Mişar vurmaq üçün istifadə olunur. Səhvdir. Qayçı kəsmək üçün istifadə olunur. Bəli, qayçı kəsmək üçün istifadə olunur. Manatın xırdalanmışına qəpik deyilir. Yəni manatı xırdalasaq qəpik. Pul, valyuta, xeyr. Dolların xırdasına sent deyilir. Bu əksinədir. Bitin daha böyüyünə bayt deyilir. Baytı xırdalasaq bit olur. Bu da tərsinədir. Metrin daha xırdasına santimetr deyilir. Bəli, bax bu düzdür. Çünki manatın daha xırdasına qəpik. Metrin daha xırdasına isə santimetr. Qılıncla qalxan. Qalxan qılıncdan qorunmaq üçün istifadə olunur. Qələbə döyüş üçün istifadə olunur. Əks hücum hücum üçün istifadə olunur. Hücum müdafiə. Xeyr, yerləri dəyişməlidir. Müdafiə hücumdan qorunmaq üçün istifadə oluna bilər. Məğlubiyyət qələbə üçün istifadə olunmur. Amma çətir yağış üçün istifadə oluna bilər. Bəli. Çətir yağışdan qorunmaq üçün istifadə olunur. Qalxan qılıncdan qorunmaq üçün istifadə olunur. Tsunami, zəlzələ, ikisi də fəlakətdir və ikisi də bərabər hüquqlu sözlərdir. Futbol idman düz deyil. Təbii ki, burada futbol idman növüdür, amma burada voleybol, basketbol, yəni hər hansısa bir idman növü yazmalıydı. Sevinç emosiyadır, amma burada kədər falan yazmalıydı. Yenə deyirəm. Alma, ərik, ikisi də meyvədir. Tsunami, zəlzələ, ikisi də fəlakətdir. Sel, fəlakət, oksigen qaz, xeyr, bunlarda olmur. Musiqi notlardan təşkil olunur. Söz cümlələrdən təşkil olunur. Xeyr. Pilləkən pillələrdən təşkil olunur. Bəli. B variantı düzgün variant. Zülmət qaranlıqdır, parlaq isə onun əksidir. Xəlvət gizlin eyni mənalıdır. Müəmmalı şübhəli eyni mənalıdır. Qənaətçil bərxəc. Aha, bəli, bunlar ola bilər. Bunlar əks mənalıdır. Sakit, səssiz eynidir, isti, qaynar eynidir. Ayının pəncəsi olur, ilanın zəhəri tərsinədir, kirpinin tikanı tərsinədir, şirin pəncəsi tərsinədir, qartalın caynağı, bəli, bu düzdür. Görürsünüz, ayının pəncəsi, qartalın caynağı. Sağdan sola doğru. Növbəti sual 138-ci sual. 1 kiloqram 1000 qrama bərabərdir. 1000 santimetr 1 metr deyil. 1000 ton 1 sentiner deyil. 1000 kiloqram 1 tondur. Bəli, 1000 kiloqram 1 tondur. 1000 qram 1 kiloqramdır. İl kvartallara bölünür. Biz ili kvartallara bölürük. Saatı sutkalara bölmürük. Dəqiqəni saatlara bölmürük. Əqrəbi saniyələrə bölmürük. Həftəni günlərə, bəli, bölürük. Burada hamısında tərsdir. Bir dənə həftəni günlərə bölürük. Bu düz. 140-cı sual. İnsan sevinərkən çox vaxt gülür. Matəmdə şadlanmaq, xeyr. İnsan qorxutmaq. Sevincdə gülmək, qorxuda qorxutmaq, xeyr. Qorxanda insan nə olur? Təəccüblənir deyə bilmərik. Qorxanda insan elə qorxur. Kədər, ağlamaq. İnsan kədərlənəndə, bəli, ağlayır. Qorxanda insan həyəcan keçirdir. Belə, necə deyim, həyəcanlanır da. Çinin paytaxtı Pekindir. İsveçrənin paytaxtı Berl şəhəridir. Yunanistan paytaxtı Afinadır, amma burada tərsinə verilib.
Polşanın paytaxtı Varşavadır. Bəli, 141-ci sualda cavab C variantıdır. Madrid İspanyadadır. İtaliyanın paytaxtı birincisi Romadır və burada tərsinə verilib onsuz. Cümlədə sifət təyin rol oynayır. Yəni cümlədə təyin olur. Şeirdə qafiyə ola bilər. Bəli. Cümlədə mübtada da olur, amma tərsinə verilir. Şeirdə sətir olur, tərsinə verilir. Komandada futbol olur, futbolçu olur. Bəli, komandada futbolçu ola bilər, amma yenə də tərsinə verilir. Meşədə ağac olur, yenə tərsinə. Şeirdə qafiyə olur, A variantı daha düzgün variantdır. A hərfdir, 100 rəqəmdir. Bəli. Yer planetdir, asteroid göy cismidir. Günəş planet deyil, Mars, Merkuri deyil, Ay peçdir, tərsinədir burada. Saturn planetdir, burada da tərsinədir. Asteroid göy cismidir, bəli. Pifaqor riyaziyyatı. Riyaziyyatda bir çox düsturları kəşf edən adamdır. Pifaqor düsturu da var hətta. Herodot da tarixin atası deyilən bir şəxsdir. Qatar maşinist tərəfindən idarə olunur. Maşinist tərəfindən. Qatar maşinist tərəfindən idarə olunur. Burada kapitanla gəminin yeri dəyişikdir. Burada pilotla təyyarənin yeri dəyişikdir. Maşın sərnişin tərəfindən idarə olunur. Xeyr. Fayton pilot tərəfindən idarə olunur. Xeyr. Avtobus sürücü tərəfindən idarə olunur. Bəli. Y variantı düzgün variant. Ehtiyatsız və tədbirli bir-birinin əksi sözlərdir. Qəmgin, emosional, xeyl, sevincli, mehriban, yaxın mənalıdır. Utanmaz, həyalı. Bəli, bunlar bir-birinin əksidir. Həyalı və utanmaz. Egoist, narsist bir-birinə. Yəni, əlaqəsi olmayan sözlərdir. Ehtiyatsız və tədbirli. Tədbirli, ehtiyatsız. Bunlar bir-birinin əksidir. Utanmaz, həyalı bir-birinin, bəli. Bunlar da əksidir. Əsəbi, kobud, bunlar da əks deyil. Bir var insan utanmaz olsun, bir də var həyalı olsun. Yəni, utanan, hər yerdə öz hərəkətini bilən, belə. Saça qeyri-təbii olaraq parik taxıla bilər. Dişə də qeyri-təbii olaraq diş protez olur, saçda, yəni parik necə deyim, qeyri-təbii saçdır, protez də qeyri-təbii dişdir də, düzəldilmə. Arı həşaratdır. Spağa məməlidir deyə bilmərik. Kalibri quşdur, bəli. Şir pələngdir deyə bilmərik. İlan kobradır deyə bilmərik. Kobra ilandır. Balina balıq deyil, məməlidir. 150-ci sual. Dülgər rəndədən istifadə eləyir. Heykəltaraş studiyadan istifadə eləyir. Xeyr. Pinəçi bizdən istifadə eləyir. Bəli, pinəçi bizdən istifadə eləyir. Pinəçi ayaqqabı tikənə deyilir və o bizdən istifadə eləyir. Şir, qız, əqrəb. Bunların üçü də bürcdür. Ayı, oğlan, pələng. Xeyr. Nə əlaqəsi var? Kiçik insan, su. Xeyr. Qırmızı rəng, qara. Xeyr. Təbii ki, qırmızı, sarı, qara olsaydı, bəli, üçü də rəng olardı. Taxta, ağac, kağız. Əlbəttə ki, xeyr. Dolça, qoç, balıqlar. Bəli, bunların da üçü bürcdür. Həkim xəstəni xəstəxanada müayinə eləyir. Sinif, bax görürsünüz xəstəxana, yəni yer, məkan birinci gəlir. Məsələn, sinif məkandır, məktəb məkandır. Niyə 2 dənə məkan olsun? Həkim xəstə, bunlar 2 dənə insandır, sadəcə məkan olaraq bir yer verilir. Həbsxana, gözətçi, məhbus. Bəli, bu olar. Həkim xəstəni xəstəxanada müayinə edir. Gözətçi məhbusu həbsxanada gözətçilik edir. Bəli, B variantı daha düzgün variantdır. Tamaşaçı, səhnə, teatr. Bax, yenə teatr, səhnə. 2 dənə yer var. Rəssam, rəsim, sərgi. Rəssam, rəsim, sərgi. Xeyr, bunlar da, bax, rəssam, rəsim. Rəsim cansızdır. Bizə daha çox canlı lazımdır. Müştəri, yemək, restoran. Xeyr, təbii ki, bizdə ən uyğun gələn variant B-dir.
153-cü sual. Par alətdir və onun simi var. Köynək geyimdir və onun düyməsi var. Bəli, ən uyğun gələn budur. Burada ağac bar deyil, hörümçək cücü ola bilər. Amma onun qarışqası var deyə bilmərik. Digərləri də bunlar kimi alınmayan variantlardır. 154-cü sual. Kompüter cihazdır və onun monitoru var. Cümlə mətindir və onun sözü var deyə bilmərik. Ağac bitkidir və onun yarpağı var. Görürsünüz necə uyğun gəlir. Kitab dəftərdir deyə bilmərik. Otaq mənzildir deyə bilmərik. Təbii ki, ağac bitki və onun yarpağı var. Daha düzgün variant. Odunçu meşədə balta ilə iş görür. Hər hansısa bir işi görür. Balıqçı dənizdə tilovla iş görür. Abunəçi qəzetdə tiraj, təbii ki, uyğun deyil. Əczacı aptekdə olur, klinikada yox. Aqronom torpaqda məhsul, təbii ki, bu da uyğun gəlmir. Jurnalist mətbuatda məlumat toplayır ola bilərdi. Yeri dəyişik. Növbəti sualımız 156. Saat dəqiqələrdən ibarət olur, dəqiqələr də saniyələrdən. Vaxt saatdan, saat ölçüdən. Xeyr. İl sutkadan, sutka da saatdan. İl sutkadan yox, aylardan ibarət olur axı. Bunu gəlin dəqiq. Tərəzi kiloqramdan. Xeyr. Metr desimetrdən, bəli, desimetr də santimetrlərdən təşkil olunur. Bu ən dəqiq variant, D variantı. İl aylardan, aylar isə həftələrdən ibarət olur desəydi, B variantı da düzgün olardı. Alim tədqiqat aparır elm sahəsində, müəllim təlim aparır təhsil sahəsində. Bəli, B variantıdır burada. Natiq, nitq, autoriya, xeyr. Burada gördüyünüz kimi, bax, təhsil sahəsində və yaxud da təlim aparır. Yəni, burada ortada olmalıdır bu sahə. Autoriya, məsələn, nitq sağda olmalıdır, autoriya solda. Yəni, bunlara da diqqətlə fikir vermək lazımdır, yerlərinə mütləq şəkildə. 158-ci sual. Şərab içkidir, içki isə mayedir. Qadın insandır və insan da məxluqdur. Bəli, A variantı düzgün. Qafiyə bənddir deyənmərik. Səhifə vərəqdir, vərəq isə kitabdır deyə bilmərik. Monitor kompüterdir. Xeyr, monitor kompüter deyil, kompüterin bir hissəsidir. Bunu da diqqətlə nəzərə almalıyıq. Amma qadın insandır, insan məxluqdur. Cərrah həkimdir və xəstəxanada işləyir. Müəllim bioloqdur və məktəbdə işləyir. Amma müəllim bioloq ola bilər, məktəbdə işləyə bilər. Amma bu düzgün bir ifadə deyil. Müəllim bioloqdur və məktəbdə işləyir. Frezeci fəhlədir və zavodda işləyir. Bəli, bu daha bir düzgün ifadədir. Burada niyə düzgün deyil? Müəllim bioloq yox, bioloq müəllimdir. Bioloq müəllimdir və məktəbdə işləyir. Daha düzgün olar. İngiltərə Avropada yerləşir və onun paytaxtı Londondur. Kanadanın paytaxtı. Kanada birincisi Afrikada yerləşmiş. ABŞ Amerikada yerləşir, paytaxtı Vaşinqtondur. İsveçin paytaxtı Stokholmdur. Pakistan Asiyada yerləşir və paytaxtı İslamabaddır. Bəli. Bu daha düzgün variant. Kiloqram, qram, ton. Bu belə gedəcək. 1000 qram 1 kiloqramdır, 1000 kiloqram 1 tondur. 1000 Newton 1 paskaldır, 1000 paskal 1 kuldur. 1 sutkan 24 saatın 1 sutkadır. 1 ilin 365 sutkadır. Bu biraz yaxındır. Saniyə, saat, dəqiqə. Xeyr, bura yaxın deyil. Dəqiqə burada, saat burada olsaydı daha məntiqli olardı. Burada millimetr. Deməli, 1000 millimetr 1 metrdir. 1000 millimetr, bəli. 1000 metr də 1 kilometrdir. Bəli, görürsünüz, minliklərə qədər düzgün gəldi. 1000 qram 1 kiloqram, 1000 kiloqram 1 ton. 1000 millimetr 1 metr, 1000 metr 1 kilometr. Daha düzgündür, bəli. 162-ci sual.
Bağa yarpağı otdur, ot isə bitkidir. Ayran qatıqdır, qatıq isə süddür. Musiqi rəsmdir, rəsm incəsənətdir, xeyr. Neft benzindir, benzin neftdir. Vurma çıxmadır, xeyr. Şərab içkidir, içkidə mayedir, bəli. Y variantı daha düzgün variant. Tərəvəz, kartof, pörük, xörək. Aha. Kartof tərəvəzdir. Kartofdan püre hazırlamaq olur və o da xörəkdir. Aha. Kartof tərəvəzdir. Hekayə kitabdır deyə bilmərik növbədə. Şinşila heyvandır və ondan şuba hazırlamaq olur. Şuba da geyimdir. Əslində B variantı düzgün gəlir. Şüşə materialdır, ondan qab hazırlamaq olur. Qabda stəkan. Xeyr, stəkan qabı. Şüşədən stəkan, stəkan isə qab ola bilər. Diş stomatoloqu deyə bilmərik. Krem şirniyyatdır. Krem süddür. Yəni kremdən süd hazırlamaq olur. Süddən də tort. Xeyr. B variantı daha düzgündür. Şinşila heyvandır. Şinşiladan şuba hazırlamaq olur. O da geyimdir. %164-cü sual. 164. Deməli, həkim xəstəni müalicə eləyir dərmanla. Həkim xəstəni müalicə eləyir dərmanla. Müəllim tədris eləyir, xeyr, təlim eləyir, şagirdir. Bəstəkar bəstələyir musiqini. Amma musiqi burada olmalıydı. Əskər, əskər. Müdafiə eləyir. Müdafiə sonda olmalıydı. Bax, əskər vətəni müdafiə edir. Həkim xəstəni müalicə edir. Əskər vətəni müdafiə edir. Vətən sözü burada olmalıdır. Aha, hakim cinayətkarı mühakimə edir qanun ilə. Bəli, D variantı, Y variantı daha düzgündür. Burada 2 dənə D düşüb, amma Y variantıdır. Bənna kərpicdən divar tikir. Rəssam şəkildən fırça xeyir. Bəstəkar notdan musiqi, dülgər mebeldən taxta, xeyr, taxtadan mebel düzəldir. Həkim xəstədən dərman, xeyr. Şair kitabdan söz, xeyr, sözdən kitab yazır, B variantı. Bəstəkar not ilə musiqini bəstələyir, bənna kərpic ilə divarı tikir. Ağacdan kitab hazırlanır, kitab da kağızdan hazırlanır. Daha doğrusu ağacdan kağız hazırlanır, kağızdan da kitab. Belə desək daha düzgündür. Ağacdan kağız hazırlanır, kağızdan da kitab hazırlanır. Yanacaqdan neft hazırlanır deyə bilmərik. Buluddan yağış olmaz. Qoyundan ət, ətdən də süd, xeyr. İlandan dərman, dərmandan da zəhər, xeyr. Buğdadan un, undan da çörək, bəli, ola bilər. Buğdadan un, undan da çörək hazırlanır. Deməli, 167-ci sualda biz zamanı saatla ölçürük, saatı dəqiqə ilə, dəqiqəni isə saniyə ilə təyin edirik. Yəni, saat dəqiqələrdən, dəqiqələr saniyələrdən ibarətdir. Zaman isə saat ilə ölçülür. Sahə en və uzunluqla ölçülmür. Uzunluq kilometrlə ölçülür, kilometr metrlə ölçülür. Yəni, necə deyim, kilometrin bir kiçiyinə metr deyilir, metrin bir kiçiyinə santimetr deyilir. Metrdən bir kiçik olan nədir? Desimetr. Yəni, burada necə bölünür? Saat, dəqiqə, saniyə. Yəni, ardıcıllıqla. Burada da kilometr, metr, desimetr olmalıydı. Sahə hektarlara bölünür. Hektarlar sotlara, sotlar kvadrat metrə. Bəli, düzdür. C variantı düzgün variant. Həcm tonla yox, litrlə ölçülsə daha düzgündür. Zaman əsrlə, əsr illə, il ay. Aslında bu da ola bilərdi. Sadəcə burada əsr 10 illiklərlə də ölçülə bildiyi üçün sadəcə il olmur. Dekada deyilən bir şey var, o da 10 illik. %168-ci sual. Şagird biliyi kitabdan öyrənir. Bağban məhsulu ağacdan toplayır. Bəli, A variantı elə düzgün variant.
Avtomobil benzinlə yolda hərəkət edir. Benzin vasitəsi. İynə paltarla maşında sap. Xeyr, bu ümumiyyətlə uyğun deyil. Qələm mürəkkəblə vərəqdə yazı yazır. Bəli, qələm mürəkkəb vasitəsilə vərəqdə yazı yazır. Həkim dərmanla xəstəni müalicə edir. Bu da olardı, amma xəstə burada, müalicə burada olsaydı. Müalicə ilə xəstənin yeri dəyişik olmalıydı. Digərləri ümumiyyətlə uyğun gəlmir. Klaviatura və monitor kompüterin ehtiyat hissələridir. Aha, ağac və yarpaq meşənin ehtiyat hissələridir, yoxsa ağac meşənin, yarpaqsa ağacın daxilindədir. Yəni, burada meşənin daxilinə aid olan iki şey götürməliyəm. Bax, məsəl üçün, əllə əyaq. İkisi də insanın bədən üzvləridir. Əllə dırnaq və yaxud da barmaqla dırnaq demir ki, əllə əyaq. Cavab C variantıdır. Deməli, növbəti sualımız 171-ci sual. Artıq 171-ci sualda biz növbəti sual tipinə keçid edirik. Burada bizə nə deyir? Deyir, hərf sırası pozulmuş 5 sözdən 4-ü müəyyən əlamətə görə oxşardır. Hərflərin sırasını düzəldərək fərqli sözü tapın. Gəlin baxaq. Deməli, hərflər mədə, ciyər, ürək, orqan və böyrək. Burada təbii ki, fərqli söz orqan olacaq. Niyə? Çünki digərləri orqan adlarıdır. Orqan isə ümumi anlayışdır. Bunların ümumi adı. Ona görə də fərqli olan orqandır. Deməli, yağışlı, bərpa eləyək, yağışlı, günəşli, səhər, isti, soyuq. Deməli, burada cavab nədir? Təbii ki, səhərdir. Günəşlidir, yağışlıdır, istidir, soyuqdur. Bunlar hava haqqında məlumat. Amma səhər günün müddəti haqqındadır. Yəni, səhər çağı, axşam çağı. Deməli, kərpic, bina, qum, sement, taxta. Deməli, kərpicdir, qumdur, sementdir, taxtadır. Bunlar hamısı tikintidə istifadə olunan materialdır. Bina isə tikilən yerdir. Ona görə cavab binadır. Burada isə iyun, avqust, dekabr, aprel və şənbə. Cavabım təbii ki, şənbədir. Digərləri aydır. Bu isə həftənin günlərindəndir. Növbəti sualımız 175-ci sual. Deməli, burada ilk sözümüz çətir sözüdür. Çətir. İkinci sözümüz əlcək. Deməli, çətir, əlcək. Palto. Üçüncü sözümüz papaq. Və təbii ki, corab. Corab. Bax, bunların hamısı geyinilən əşyalardır. Əlcəkdir, paltodur, papaqdır, corabdır. Amma çətir nədir? Tutulan əşyadır. Yəni, istifadə olunan. Bunların hamısı geyinilir, çətir isə geyinilmir. Burada qoyun, inək, camış, bu sözü çox adam bilmir. Amma camış sözü də var təbii ki. Pələng və keçi. Burada deməli təbii ki, nə olacaq? Pələng olur. Çünki bunların hamısı ev heyvanlarıdır demək olar ki, həmçinin bunlar ot yeyənlərdir
Pələng isə ev heyvanı deyil, həmçinin ət yeyən heyvanlar içərisinə daxil. Burada deməli Avropa, Avropa, Asiya, Amerika və təbii ki, nə olacaq? Avrasiya. Cavabım olacaq Avrasiya. Bu da Avrasiya sözdür. Avrasiya Avropa ilə Asiyanın birləşməsidir. Yəni bu qitədir, bunların hamısı materikdir. Növbəti 178-ci sual. 178-ci sualda A variantı monitor sözüdür. B variantı kapitan sözüdür. Kapitan, kapitan. D skaner sözüdür. D printer sözüdür. Y variantı isə klaviatura sözüdür. Təbii ki, B variantı olacaq. Bunların hamısı kompüterin ehtiyac hissələridir. Monitor, printer, klaviatura, skaner. Amma kapitan, xeyr, kapitan rütbədir. 179-cu sual. Burada isə xalqlardır. Macar, Polyak, deməli, Bolqar, Rumin və qarmaq sözüdür. Təbii ki, cavab qarmaq. Hamısı xalqdır, qarmaq isə əşyadır. Deməli, növbəti sualımız 180-cı sual. Burada da rənglərdir. Mavi, bənövşəyi, qırmızı, qəhvəyi və qərənfil. Qərənfil sözü isə təbii ki, cavab. D variantı. 181-ci sual. Deməli, buradakı sözlər biraz qarışıqdır. Deməli, bu termometr, termometr. Bu dinamometr, dinamometr. Bu voltmetr, voltmetr. Bu, deməli, barometr, barometr. Və A isə meteoroid sözüdür. Meteoroid. Cavabım olur, təbii ki, A variantı. Bunların hamısı cihazdır. A variantındakı isə göy cismidir. Deməli, burada gitara, baraban, tək. Bunların hamısı musiqi aləti. Biz qalıq D-nin Y arasında. Bu tarakan sözüdür. Tarakan. Tarakan həşəratdır. Cavab D-dir. Bu isə klavesindir. Klavesin. Klavesin musiqi alətidir. Pianinoya oxşayan musiqi alətidir. 183-cü sual. Və burada da xalqlarla bağlı sualdır. Çeçen, Çeçen, Başqırt, Başqırt, Uyğur, Tatar və son olaraq D variantı manat sözüdür. Manat. Təbii ki, cavab olacaq D. Növbəti sualımız 184-cü sual. A variantındakı söz inşaatçı sözüdür. İnşaatçı. B variantındakı tərcüməçi, tərcüməçi. C variantı cavabdır. Ekskavator sözüdür. Çünki bunların hamısı peşə olacaq. Bir dənə bu peşə ilə bağlı söz olmayacaq. Deməli, bu dekorator sözüdür. Dekorator. Və artist sözüdür. Artist. Cavab olur təbii ki, C variantı. Növbəti sualımız 185-ci sual. Bu Veneradır. Bu Yupiterdir. Bu Saturndur. Bu Merkuridir. Bunların hamısı planetdir. Venera, Yupiter, Saturn və Merkur. Günəş isə ulduzdur. Yadından çıxartmayın. Günəş ulduzdur.
Ən böyük ulduz Günəşdir. 186. Burada sosialist, kapitalist, komünist və imperialist. Bunların hamısı tarixi anlayışlardır. Sosialistdir, komünistdir, kapitalistdir, imperialistdir. Amma bu publisist ədəbi anlayışdır, publisistika. D variantı isə publisistikadır. 187-ci sual. Deməli, A variantı skaner sözüdür. Skaner. B variantı hələ ki qalsın. C variantı modem sözüdür. Modem. D prosessordur. Prosessor. Və Y variantı printer. Bunların hamısı informatika ilə bağlı sözdür. Bu isə informatika ilə bağlı bir söz deyil. B variantı. Aha. 188-ci sual. Deməli, burada A variantından biraz adam başa düşmür. Amma B variantından başlasaz bilərsiniz. Bu Belçikalı sözüdür. Belçikalı. Bu İtalyalıdır. İtalyalı. Bu Portuqaliyalıdır. Bu isə İspaniyalıdır. İspaniyalı. A variantı isə ayaq yalın sözüdür. Ayaq yalın. Yəni cavab A. Hamısı haqlı. Bir dənə A variantı fərqli söz. 189-cu sual. Burada deməli 7-lik, 4-lük, 9-luq və 2-lik sözlərdir. 7-lik, 9-luq, 4-lük və 2-lik. Bu isə dirlik sözüdür. Dirlik. Yəni ona görə cavabım olur Y variantı. Növbəti sualım 190-cı sual. Deməli, savaş sözüdür. Savaş, cinayət, epidemiya, xəstəlik və son olaraq dostluq sözüdür. Bu deməli cavab nədir? Dostluqdur. Niyə? Çünki savaşdır, cinayətdir, epidemiyadır, xəstəlikdir. Bunların hamısı mənfi anlayışlardır. Amma dostluq müsbətdir. Ona görə cavab dostluq. Deməli, 191-ci sual. Burada deməli, leytinant, mayor, general, polkovnik. Mayor, general, leytinant, polkovnik. Bir dənə qalır bu söz. Bu da olur vəzifə. Elə cavabın vəzifədir. Niyə? Çünki bunların onsuz özü vəzifədir. Burada da vəzifə adı olmalıydı. 192-ci sual. Bu arxeolog sözüdür. Bu fiziolog sözüdür. Fiziolog. Arxeolog. Bu bioloq sözüdür. Bioloq. Bu isə pedaqoq sözüdür. Pedaqoq. Burada hamısı elmlə bağlıdır. Bioloq, arxeoloq, fizioloq və pedaqoq. Amma bir dənə bu D variantı elmlə bağlı deyil. Bu kosmetoloq sözüdür. Növbəti sualımız 193-cü sual. Burada deməli, kepka, papaq, şilyapa və bu nədir? Bu furaşka sözüdür. Furaşka, bu da papaqdır və şərf. Baxın, hamısı başa taxılır. Furaşkadır, başa taxılır. Hərbçilər və yaxud da polislər taxılır. Kepka başa taxılır, papaq başa taxılır. Şilyapa başa taxılır. Şərf amma boğaza taxıldığı üçün cavabım olur şərf. Yəni Y variantı.
Növbət sualın 194-cü sual. Bu termometr sözüdür. Termometr. Bu dinamometr sözüdür. Dinamometr, dinamometr. Bu kilometr sözüdür. Kilometr. Bir davamı olur nə? Kilometr təbii ki. Bu da barometr sözüdür. Bu da spidometr sözüdür. Spidometr. E variantı da spidometrdir. Deməli, burada milyon, milyon, ondan sonra trilyon, trilyon, min və milyard. Milyard. B variantındakı söz isə bilyard sözüdür. Bilyard. Təbii ki, cavab bilyarddır. Çünki hamısı rəqəm deyil. Bilyard sənədi oyun. 196-cı sual. Yenə bu sual qarşımıza çıxdı. Kapitalizm, feodalizm, sosializm, kommunizm. Bunların hamısı tarixlə bağlı. Bir dənə rasionalizmlə bağlıdır, terrorla bağlı. Növbəti 197-ci sual. Deməli, bu sualda biz necə edirik? Bu sualda deməli A variantı baraban sözüdür, baraban. B variantı konsert sözüdür, konsert. Elə cavabımız B'dir. C variantı klarnetdir. D təkdir. Y isə gitara sözüdür. Növbəti sualımız 198-ci sual. Burada A variantı santimetr sözüdür. B variantı millimetr sözüdür. C variantı kilometr sözüdür və Y variantı nanometr sözüdür. Amma D variantındakı söz ornament sözüdür. Ornament. Ona görə də cavabımız olur D variantı. 199-cu sual. Burada deməli meyvələrin adlarıdır. Göyəm, göyəm, qavalı, heyva, heyva və armud. Bu isə elə meyvə sözüdür. Ona görə cavabım olur C. Meyvə ümumi ad olduğuna görə cavabım C olur. 200-cü sual. Burada deməli A variantı morfologiya, B variantı sintaksis, D variantı fonetika və Y variantı orfoqrafiyadır. Yəni, bunların hamısı Azərbaycan dilindən bağlı anlayışlar. Sadəcə C variantı trigonometriyadır. Trigonometriya da riyaziyyatla bağlı anlayışdır. Ona görə cavabım olur C variantı. Deməli, 201-ci sual. Sual 201. Deməli, bu bənna sözüdür. Bənna. Bu həkim sözüdür. Həkim. Fəhlə. Fəhlə. Bu hakim sözüdür. Hakim. A variantı isə tarla sözüdür. Tarla. Ona görə cavabım olur A variantı. İkinci sual. Deməli, burada bölmə sözüdür. D variantı, bölmə. Ondan sonra bu vurma sözüdür. Vurma. Bu sıxma. Sıxma. Bu isə toplama. Toplama. Yəni, bu variantlar hamısı riyazi əməllərlə bağlı sözlərdir. Bir dənə B variantıdır ki, burada oxşama sözüdür. Oxşama.
B variantında isə oxşama sözüdür. Bax 203-cü suala. Deməli, burada zəlzələ, vulkan, daşqın və yanğın. Bunların hamısı təbii fəlakətdir. Yanğın da təbii fəlakət ola bilər, daşqın da, vulkan püskürtməsi də. Amma bu mənzərə sözüdür. Mənzərə sözünün bunlarla əlaqəsi yoxdur təbii ki. Mənzərə. 204-cü sual. Deməli, bu balıq, bu ördək, bu qutan, bu sərçə, bu da qarğa. Təbii ki, hamısı quş növləridir, uçurlar, bunların qanadları var, amma balıq suda üzür. 205-ci sual. Deməli, bu yazıçı sözüdür, bu balıqçı sözüdür, bu suvaqçı sözüdür, bu qapçı sözüdür, bu isə yalançı sözüdür. Təbii ki, C variantı yalançı olacaq. Qapçıdır, yazıçıdır, balıqçıdır, suvaqçıdır, bunlar peşədir. Amma yalançı təbii ki, peşə deyil. 206-cı sual. Düz bucaqlı, kvadrat, trapesiya və üçbucaq. Bunların hamısı fiqurlardır. Bu isə redaktor sözüdür. D variantı təbii ki. 207. Banan, zoğal, şaftalı, narinci. Bunların hamısı meyvədir. Bir də var nahar sözü. Y variantı. 208-ci sual. Buğda, günə baxan, çəltik, vələmir və qarğıdal. Çəltik, vələmir və qarğıdal. Təbii ki, burada çəltikdir, vərəmirdir, qarğıdaldır, buğdadır. Hamısı dənli bitkilərdir. Hamısı. Amma günə baxan onlara aid deyil. Dənli bitkilər sırasına daxil deyil. Burada məscid, saray, iclas, məbəd və A variantı da teatr sözüdür. Teatr. Teatr, məscid, saray, məbəd, bir dənə iclas sözü var ki, burada fərqli sözdür. Çünki teatrdır, məsciddir, saraydır, məbəddir. Bunların hamısı gedilən yerlər. Necə deyim, yəni içərisinə girilən. Amma iclas nədir? İclasın bunlarla əlaqəsi yoxdur. Yəni bunlar məkandır, amma iclas görüşdür. Fincan, boşqab, stəkan və nəlbəki. Bu isə pilləkən sözüdür. Cavab olur A variantı. Bunların hamısı qab-qacaqdır, amma pilləkən bunlara aid deyil. 211-ci sual. Vulkan, daşqın, zəlzələ, tsunami. Bunların hamısı fəlakətlərin adlarıdır. Bu isə fəlakət sözünün özüdür. Ona görə cavabım olur Y variantı. Fəlakət. 212-ci sual. Futbol, voleybol, tenis və basketbol. Bunların hamısı topla oynanılan idman növləridir. Bu isə tekvando. Tekvando isə nədir? Döyüş növü. Buradakı sözlər sanguinik, melanxolik, xolerik, flegmatik. Bunlar insanın tipləri ilə bağlı olan anlayışlar. Cavab isə karantin sözüdür. Karantin isə bilirik nədir? Yəni bunlarla heç bir əlaqəsi olmayan bir sözdür.
Deməli, bu sözlər hansı sözlərdir? Divar, pəncərə, qapı, tavan və lampa. Lampa söz. Cavab D variantı. Təbii ki. Çünki divardır, pəncərədir, qapıdır, tavandır. Bunlar evin bir parçasıdır. Amma lampa əşyadır, istifadə olunan bir əşya. Burada deməli, qısa, enli, bərk, nazik və hündür. Qısa, enli, nazik, bərk və hündür. Bunların arasından qısadır, hündürdür, enlidir, nazikdir. Bunların hamısı görüntü ilə bağlı anlayışlardır. Bərk isə onun nə ilə bağlı anlayışdır? Yəni sərtliyi, aqreqat halı ilə bağlıdır. Yəni maye, bərk bununla bağlı anlayışdır. Ona görə cavab olur Y variantı. Deməli, həkim, mühəndis, mühasib və müəllim. Bunların hamısı peşədir. Sadəcə şagirddir ki, o peşə deyil. Deməli, küçə, şose, yol, meydan, və Y variantında da prospekt sözü yer alır. Deməli, küçə, şose, yol, prospekt, meydan. Təbii ki, burada cavab meydan olacaqdır. Bunların hamısı onsuz da yol anlayışıdır. Şosedir, yoldur, küçədir, prospektdir. Sadəcə meydan nədir? Meydan təbii ki, futbol oynanılan yer, meydan. Açıq bir yer, açıq sahə. 218-ci sual. Kimya, biologiya, geologiya, psixologiya və coğrafiya. Kimya, biologiya, coğrafiya, bunlar və geologiya. Bunların hamısı nə ilə bağlı elmlərdir? Hamısı təbiətlə bağlı elmlərdir. Amma psixologiya, psixi aləmlə bağlı elmlərdir. Kimyadır, yəni təbii elementlər haqqındadır. Biologiyadır, təbiətlə bağlıdır. Coğrafiyadır, təbiətlə bağlıdır. Geologiyadır, təbiətlə bağlıdır. Sadəcə psixologiya insanın daxili fəaliyyəti ilə bağlı elmdir. Deməli, burada Turac, yarasa, meymun, suiti və balina. Bunların hamısı məməlilər sinfinə daxildir. Yarasadır, meymundur, suitidir, balinadır. Bir dənə turac quşlar sinfinə daxildir. Deməli, burada səbirli, savadlı, çalışqan, tənbəl və əzmkar. Əzmkar sözüdür. Çalışqandır, savadlıdır, səbirlidir. Bunlar müsbətdir. Tənbəl isə təbii ki, mənfi bir xüsusiyyətdir. Növbəti sualım 221-ci sual. Deməli, deyir ki, bu sözləri düzəldərək hansı anlayışa aid olduğunu tapın. Sevincdir, kədərdir, təəccübdür, qorxudur. Bunların hamısı nədir? Təbii ki, emosiyadır. Emosiya da hansı variantdadır? C variantı. Emosiya. Pələngdir, canavardır, tülküdür, leoparddır. Bunların hamısı nədir? Yırtıcılar. Yırtıcılar sinfinə daxildir. Ona görə cavabım olur. Nə? Yırtıcı D variantı. Planetdir, ulduzdur, asteroiddir, kometdir, komet. Komet bilirsiniz nədir? Yəni, türklər demiş, kayan yıldız deyirlər olar, yəni ona deyir. Aha, bunlar hamısı nə ilə bağlı anlayışlardır? Astronomiya ilə bağlı anlayışlardır. Təbii ki, C variantı. Portağaldır, almadır, gilasdır, moruqdur. Bunlar nə ilə bağlıdır? Təbii ki, bunların hamısı meyvədir. C variantı.
və növbəti 225. Bu da ciyərdir, beyindir, ürəkdir, böyrəkdir. Bunların da hamısı nədir? Orqandır. Yəni cavabım olur B. Orqan B variantı.